Hər biriniz xoş gördük əziz yoldaşlar. Bugün biz sizinlə həqiqi ədədlər mövzusundan danışacağıq. Həqiqi ədədlər mövzusuna başlamamışdan əvvəl mən istəyirəm əvvəlcə öyrəndiyimiz bir neçə mövzunu xatırlayaq. İlk xatırlayacağımız mövzu natural ədədlər mövzusudur. Natural ədədlər nə idi? Sayma zamanı istifadə elədiyimiz ədədlər natural ədədlər idi. Yəni 1, 2, 3, 4 və s. Bu formatda gedən ədədlər bizə nə idi? Natural ədədlər idi. Daha sonra natural ədədlərin daxilində biz tam ədədləri öyrəndik. Tam ədədlər nə idi? Natural ədədlər onların əksi və sıfır birlikdə bizə nə adlanırdı? Tam ədədlər adlanırdı. Bundan sonra biz rasional ədədləri öyrəndik əslində kəsirlərdə. Ümumiyyətlə rasional ədədlər nədir? N bölək N formasında göstərilən, daxilində tam ədədlər də daxildir, natural ədədlər də daxildir. Bu formatda göstərilən ədədlər bizə nələrdir? Rasional ədədlərdir. Və rasional ədədlər bizə Q hərfi ilə işarə olunur. Daha sonra biz hal-hazırda öyrənəsik sizinlə irrasional ədədləri. Əziz dostlar, irrasional ədədlər nədir? Dövrü olmayan sonsuz onluq kəsirlərə irrasional ədədlər deyilir. Bu nə deməkdir? Sonsuz davam edir. Məsələn, deyirəm ki, 1,666 və davam edir bu. Və yaxud da deyirəm ki, kök altı 30. Görürsünüz, kökdən çıxmır kök altı 30. Çünki nəyinsə kvadratı deyil. Daha sonra pi ədədi də sonsuzdur əslində. 3,14 sonu yoxdur bunun. Sonra y ədədi var. Y ədədi də 2,70 neçələrdir. Bu da sonsuz davam edir. Dostlar, bu ədədlər bizə nədir? İrrasional ədədlərdir. Və irrasional ədədlər bizə Q üstü ştrixlə işarə olunur. Bəzən şagirdlər bunu qarışdırırlar. Dostlar, əgər onluq formada yazılırsa, bu bizə rasionaldır. Yəni, bu bizə rasional olacaq. Amma bu isə bizə nə olacaq? İrrasional formasında olacaq. Və ən sonda bu gördüklərimizin hamısını birləşdirərək, hamısını bir çoxluq altında həqiqi ədədlər çoxluğu yaradırlar. Həqiqi ədədlər çoxluğu isə bizə bir R hərfindən işarə olunur. Hətta istəsəz bunu çoxluq formatında göstərə bilərik. Məsələn, baxın, ən kiçiyimiz bizə natural ədədlərdir. Ondan sonra ondan daha böyük tam ədədlərdir. Ondan daha böyük nə idi? Rasional ədədlər idi. Və kənarda bir dənə balaca irrasional ədədlər var və hamısı birləşir bizə nə alınır? Həqiqi ədədlər çoxluğu yaranır. Dostlar, burada sizə qısa bir neçə qeyd demək istəyirəm. Birinci qeydimiz nədən ibarətdir? Qeyd 1. Baxın, əgər misalda veribsə ki, alfa və beta irrasional ədəddir. Rasional ədəddir. Və misalda deyir ki, məsələn, birinci şərtdə deyir ki, alfa plus beta rasionaldır. Yadınızda saxlayın. Alfa ilə betanın cəmi rasionaldırsa, alfa ilə betanın fərqi mütləq irrasional olacaq. Və yaxud da tam tərsi. İkinci halda deyirsə ki, alfa ilə betanın fərqi rasionaldır. O zaman məcbur alfa ilə betanın cəmi nə olacaq? İrrasional ədəd olacaq. Və məsələn, baxın, mənə misalda alfa ilə betanın cəmi haqqında məlumat verdi elə. Və dedi ki, aşağıdakılardan hansı məsələn rasionaldır. Siz bütün variantlara baxırsınız və bütün variantlarda alfa üstə gələk beta axtarırsınız. Orada alfa üstə gələk betadan başqa nəsə varsa, bu bizə irrasional ədəd sayılacaq. Və yaxud da baxın, alfa üstə gələk betanı irrasional ədədə də vurmuş ola bilər. O zaman o da irrasional ədəd sayılır. Bundan sonra gəlin danışaq ədəd oxundan. Əziz dostlar, ədəd oxu nə idi? Tam mərkəzdə 0 dayanırdı. Sağa getdikcə natural ədədlər gəlirdi. Sola getdikcə isə onların əksi, yəni mənfi ədədlər meydanı gəlirdi. Dostlar, ümumiyyətlə ədəd oxunda ədədlər soldan sağa getdikcə nə edir? Artır. İndi baxın. Burada aydındır ki, hər kəs natural ədədlərdən müqayisədən bilir ki, müsbət ədədlər mənfi ədədlərdən hər zaman nədir?
daha böyükdür. Biz niyə ədəd oxum çəkdik? Biz burada sizlə əks ədədləri hər nə qədər əvvəllər danışmış olsaq belə bir daha danışmaq istəyirik burada. Əks ədədlər. Dostlar, əks ədədlər nədir? Əslində koordinat başlanğıcından eyni məsafədə olan ədədlərdir. Yəni əks ədədlər bizə belə deyək də yalnız işarəsi ilə fərqlənən ədədlər bizə əks ədədlər adlanır. Və yadınızda saxlayın ki, məsələn, bir dənə gəlin misal verək. Deyirəm ki, məsələn, 10-un əksi -10-dur və yaxud da -8-in əksi müsbət 8-dir. Buradan da bir xassə çıxarda bilərik ki, dostlar, bu əslində bizə daha çox kvadrat tənliklərdə lazım olacaq. Əks ədədlərin cəmi sıfıra bərabərdir. Bunları unutmayaq. Bundan sonra gəlir dostlar bizə tərs ədədlər. Bəs tərs ədədlər nədir? Tərs ədədlər dostlar, hasili 1-ə bərabər olan ədədlərdir. Elə düşünün ki, surətlə məxrəcin yeri tərsinə dəyişir. Məsələn, deyirəm ki, 3. 3-ün tərsi sizə 3də 1-dir. Və yaxud da deyirəm ki, məsələn, -5. -5-in tərsi -5də 1-dir. Ya da deyirəm ki, 3də 2. 3də 2-nin tərsi isə 2də 3-ə bərabərdir. Ümid eləyirəm sualımız yoxdur. Sualımız olsa mütləq yorumlara qeyd eləyə bilərsiniz. Əziz yoldaşlar, bundan sonra gəlin nələrdən danışaq. Ədəd oxunda iki nöqtə arasındakı məsafə var. Bu əslində bir neçə hala gəlir. Birinci, əgər A ilə B-nin hər ikisi intervalda olsa, bu zaman nə edirsiniz? Arasındakı məsafəni tapmaq üçün, bir saniyə. B ədədindən A ədədini çıxırsınız, ondan 1 çıxırsınız. Məsələn, baxın, deyirəm ki, 5 ilə 8 arasındakı ədədləri tapın. Bu interval heç birini götürməmək deməkdir. Nə edirəm, baxın, 8-dən çıxıram 5-i. İndi bu az ədəd verdim ki, rahat görəsiniz. Misallarda isə daha böyük ədədlər verəcək. Ondan da 1 çıxıram. Bu eləyir mənə 2. Həqiqətən də bu aralıqda bir dənə 6 var, bir dənə 7 var. Sonra ikinci, desək ki, transkripsiyada A ilə B arasında, bu bilirsiniz də hər ikisini götürmək deməkdir. Bu zaman B-dən A-nı çıxırsınız, onun üzərinə 1 əlavə eləyirsiniz. Məsələn, yenə eyni ədədi götürürəm, 5-dən 8-i. Nə edəcəm dostlar? Baxın, 5-dən 8-i çıxacam, üzərinə 1 gələcəm. Bu da mənə 4-ə bərabər olacaq. Həqiqətən baxın, 5, 6, 7 və 8. 4 dənə ədədimiz mövcuddur. Üçüncü, bir tərəfi transkripsiya olsa, bir tərəfi interval olsa, yəni bir tərəfini götürsəm, digər tərəfini götürməsəm. Hər iki halda da B-dən A-nı çıxacaqsınız. Yenə baxın, məsələn, deyirəm ki, 5 və 8 aralığı. Burada dostlar, 5-i götürmürəm, 6, 7 və 8. Neçə dənə eləyir? 3 dənə. Həqiqətən də 8-dən 5-i çıxanda mənə nə vermişdi? 3 vermişdi. İndi dostlar, gəlin danışaq əsas məsələlərdən bir digərinə, ədədlərin tam və kəsr hissəsinə. Dostlar, tam və kəsr hissə ümumiyyətlə nədir? Tam ədəd, tam hissəsi daha doğrusu, ədəddən kiçik olan və yaxud da belə deyə bilərik. Ədəddən solda gələn tam ədəd. Tam ədəddir. Və eyni zamanda kəsr hissəni də taparkən ədəddən tam hissəni çıxmaq lazımdır ki, mən nəyi tapım? Kəsr hissəmi tapım. Dostlar, indi gəlin tam və kəsr hissədən əvvəl mən bir neçə qısa qeydlər demək istəyirəm sizə. Deyək, qeyd 2. Deyirəm ki, kök adda 30. Kök adda 30 hansı iki natural ədəd arasında yerləşir? Bir düşünün. Kök adda 30, 25 ilə 36-nın, yəni 5 və 6-nın arasında yerləşəcək. Və yaxud da deyirəm ki, kök adda 70. Kök adda 70 hansı iki kvadrat arasında yerləşir? 64 ilə 81-in, yəni 8 ilə 9-un. Və yaxud da deyirəm ki, mənfi kök adda 40.
Kök altda 40-a baxıram. Kök altda 40 mənə 36 ilə 49 arasında yerləşir. Yəni -7 ilə -6 arasında yerləşir. İndi gəlin tam və kəsr hissələri öyrənək. Deyirəm ki, məsələn 2,8 ədədi. İstəsəz ilkin etapda tez ədəd oxunda qura bilərsiniz. 2 ilə 3 arasında 2,8 var. Özündən solda yerləşən ədəd nədir? 2-dir. Deməli, bunun tam hissəsi 2-yə bərabərdir. Kəsiri də taparkən ədəddən tam hissə çıxılır, qalır 0,8. Və yaxud da deyirəm ki, məsələn, stabil bir ədəd 5 olsun. Dostlar, 5-in onsuz da özü tam hissədir. Gəlsək kəsr hissəyə. Kəsr hissəsi də bunun nəyə bərabərdir? 0-a bərabərdir. Əziz yoldaşlar, bir də bunun bir dənə deyim sizə. Tam hissəni deyəndə ifadədə kvadrat mötərizə qoyulur. Kəsr hissə deyəndə isə belə çoxluğun işarəsi qoyulur. Məsələn, deyirəm ki, atıram. -5,8-in tam hissəsini tapın. Baxın dostlar, tez ədəd oxunda beynimdə qururam. Beyninizdə qura bilərsiniz. 5,8 buralarda yerləşir. Deməli, 5,8-in tam hissəsi özündən solda yerləşən, yəni 6-ya bərabərdir. Bəs kəsr hissəsi nəyə bərabərdir, dostlar? -6 üzr istəyirəm. Kəsr hissəsi isə ədəddən, ədəddən -5,8-dən tam hissənin, yəni -6-nın çıxılmasıdır. Bu da eləyir -5,8 üstə gələk 6, yəni nəyə? 0,2-yə. Daha sonra bir kökaltılara baxsaq, deyirəm ki, məsələn, kökaltı 30. Kökaltı 30-un tam hissəsi. Dostlar, kökaltı 30 bayaq yazdıq ki, 5 ilə 6-nın arasında yerləşir. Özündən solda yerləşən 5 olduğu üçün bunun tam hissəsi olur mənə 5. Bəs kəsr hissəsi mənə nə olur, dostlar? Kəsr hissəsi isə mənə kökaltı 30 çıxaq 5 olur. Yəni, bu qədər. Beləcə də qalır. Deyə bilməzsiniz buna kökaltı 25 ya da nəsə. Və yaxud da deyirəm ki, məsələn, mənfi kökaltında 45. Kökaltda 45-i tez düşünürəm. 36 ilə 49 arasındadır. Yəni, -7 ilə -6 arasındadır. Tam hissəsini soruşsa məndən özündən solda, yəni -7-yə, kəsr hissəsi isə mənə mənfi kökaltda 45 çıxılsın -7. Bu da toplamaya çevriləcək. Üstə gəlinsin 7 olmuş olacaqdır. Daha sonra mənə belə bir misal versə, desək ki, məsələn, kök altında 50, üstə gələk 3. Dostlar, kök altında 50 sizə yerləşir 7 ilə 8 arasında. Təxminən 7,1 deyək də. 7,1-in üstünə 3 gələndə eləyəcək 10,1. Bunun da tam hissəsi olacaq mənə nə? 10. Bəs kəsr hissəsi də ədəddən tam hissənin çıxılmasıdır. Bu da eləyəcək kök altında 50 çıxaq 7. Və yaxud da deyirəm ki, kök altında məsələn 40 çıxaq 12. Kök altında 40 isə təxminən 6,2 neçədir? Məsələn, deyirəm 6,2. 6,2-dən 12-ni çıxanda sizə eləyir -5,8. -5,8-in tam hissəsini soruşsa, özündən solda yerləşən -6-dır. Kəsr hissəsini soruşsa isə ədəddən tam hissənin çıxılmasıdır. Bu da mənə eləyir kök altında 40 çıxaq 12 üstə gələk 6. Yəni kök altında 40 çıxaq 6. Belə, gəlin indi danışaq ədədin modulundan. Əsas bir sonraki qaydamız bunlardır. Ədədin modulu. Dostlar, aşağı yaşlardan öyrənmişik ki, modul hər zaman müsbət çıxardır. Bəli, modullar hər zaman müsbət ifadə çıxır. Amma niyə? Məsələn, mənfi ədədlərdə niyə müsbət ədəd çıxır? Hardan çıxdı? Necə çıxdı? Baxın, modullar ümumiyyətlə, modulda A deyirəm. Bu iki formatda ayrılır. Əgər A müsbətdirsə, müsbət A çıxır. Əgər A mənfidirsə, mənfi A çıxır. Nə deməkdir, ay dostlar bu? Əslində müsbəti bilirik ki, modulda müsbət ədəddən müsbət çıxır. Baxın, modulda mənfi 2. Bu sizə biraz qarışıq gələ bilər. Gəlin bir dənə onu izah eləyək. Modulda mənfi 2 mənfi ədəddir. Mənfinin qabağına bir dənə mənfi yazır ki, bu mənfini vursun, bunu müsbətə çevirsin. Ona görə bunun qabağına mənfi işarə atır. Məsələn, baxın, deyirəm ki, modulda kök altında 5 çıxaq 2. Dostlar, kök altında 5 çıxaq 2 sizə müsbətdir yoxsa mənfi? Müsbətdir. Niyə? 2 sizə kök altında 4 deməkdir.
Kök altı 5-dən kök altı 4-ə çıxanda müsbət olur. Müsbət olduğu üçün bu ifadə olduğu kimi çıxacaq. Amma bir dənə buna baxın. Deyirəm ki, məsələn, kök altda və yaxud da 3 çıxaq, kök altda 10, 12. 3 kök altda 9 deməkdir. Kök altda 9-dan kök altda 12-yə çıxanda sizə mənfi eləyir. Mənfi eləyəndə bayaq dedik, nə edirdik? Qabağına bir dənə mənfi atırdıq. Olur bizə mənfi 3 çıxaq kök altda 12. Bu da bizə eləyir mənfi 3 üstə gələk kök altda 12 və bu formada da qalacaq. Məsələn, desək ki, bir başqa misal versək, böyükdür C deyirəm. Və mənə verib ki, A çıxaq B, üstə gələk məsələn B çıxaq A, üstə gələk məsələn C çıxaq B. Hətta çıxaq yazaq, C çıxaq A yazaq. Gəlin bu ifadəni sadələşdirək. A B-dən böyükdür. Ona görə birinci modulum mənə müsbətdir. Amma B A-dan kiçikdir deyə ikinci modulum mənə mənfidir. C B-dən kiçikdir deyə bu modulum mənfidir. C A-dan da kiçikdir deyə bu modulum mənfidir. Müsbət olduqda olduğu kimi çıxardıram. Mənfi olduqda qarşısına bir dənə mənfi yazıram. Yəni mənfi B çıxaq A. Sonra burada da mənfi C çıxaq B. Bunu başqa bir yolunda yazacağım. Bu da mənfidir. Mənfi C çıxaq A. Dostlar, bunu promoy da yaza bilərdiniz. Baxın, mənfidir deyə yerin promoy işarəsinin əksinə dəyişə bilərdiniz. Baxın, burada da promoy işarəsinin əksinə dəyişə bilərdiniz. B çıxaq C. Burada mənfini vurub müsbətə çevirəcək deyə C çıxaq A yazacağım. A ilə A gedir. B ilə B gedir. C ilə C gedir. Qalır A üstə gələk B. Ümid edirəm ki, kiminsə başa düşmədiyi hər hansısa bir şey qalmadı. Dostlar, bundan sonra gəlin danışaq nəydən? Ədədi orta və həndəsi ortadan. Ədədi orta nədir? Əslində çox yaxşıdan öyrənirik. Ədədi orta nədir? Verilmiş ədədlərin cəmini onların sayına bölürəm. Məsələn, 2 dənə ədəddirsə, A üstə gələk B bölək 2, bunun ədədi ortası olur. Və yaxud da 3 ədəddirsə, A, B, C bölək 2, bunun ədədi ortası olur. Yazaq bura bir dənə ədədi orta. Bu da mənə bölünsün üzr istəyirəm. 3 ədədin ədədi ortası olur. Yaxşı, ədədi ortanı bilirik. Bəs həndəsi orta nədir? Həndəsi orta nədir dostlar? Baxın, həndəsi ortanın əslində qayda formatını uzatmayacağım. Sadəcə ifadəsini göstərəcəm. Məsələn, mənə deyir ki, 8 və məsələn 18-in ədədi həndəsi ortasını tap. Dostlar, 2 dənə ədəddir deyə yazıram kök altında. 8 vuraq 18. Baxın, dərəcə 2-dir. Yazılmır heç vaxt 2. Bu mənə olur kök altda 144, yəni 12. Məsələn, mənə desəydi ki, 2, 3 və 6-nın həndəsi ortasını tap. Təbii ki, kvadrat köklər dərəcəni keçəndə biləcəksiniz. 3 dənə ədəddir deyə dərəcəyə 3 yazacağım. Bu olacaq. 3-cü dərəcədən kök altında 36. Təbii ki, 3-cü dərəcədən kök altı 36-dan işə çıxmır deyə bu formatda yerində qalacaq. Bir də unutmayın. Həmişə ədədi orta, həndəsi ortadan, hətta qeyd 3 yazaq buna. Ədədi orta həmişə həndəsi ortadan böyük bərabərdir. Aydındır ki, kökün altında olması üçün də, ümumiyyətlə ədədi orta və həndəsi orta olması üçün də bunların sıfırdan böyük bərabər olması lazımdır. Bir sonraki, gəlin mən sizə bir Koşi teoremindən danışım. Bu nə deyir? Deyir ki, ədəd ilə qeyd 4-dür. Ədəd ilə onun tərsinin cəmi, baxın, əgər A müsbətdirsə, A üstə gələk 1 bölək A mənə 2-dən böyük olur. Əgər ədəd mənfidirsə, A üstə gələk 1 bölək A bizə nə olur? Mənfi 2-dən kiçik bərabər olmuş olacaqdır. Narahat olmayın, bilirəm yoruldunuz, amma çox balaca bir hissəmiz qalıb. Gəlin qüvvət düsturlarından danışaq. Qüvvət düsturları. Dostlar, qüvvət düsturlarında ilk nədən danışacağıq? Hansı ədəd olur olsun, onun üstü 0 bizə 1-ə bərabərdir. Bunun niyə 1 olduğunu birazdan deyəcəm sizə. Hansı ədəd oldu? Onun üzəri 1 ədədin özünə bərabərdir. Sonra, indi gəlin baxaq. Ədədlərin əsasları eynidirsə, vurulduqda üstləri
toplanacaq. Məsələn, deyirəm ki, 2 üstü 3 vuraq 2 üstü 5. Siz burada tez üstləri toplayacaqsınız. Yazacaqsınız 2 üstü 8. Və yaxud da, baxın, vurulanda üstlər toplanırdısa, bölünəndə avtomatik olaraq üstlər çıxılacaq. Məsələn, 2 üstü 5 bölək 2 üstü 3. Bu bizə eləyəcək 2 üstü 2. İndi baxın, dedim bayaqçı izah eləyəcəm sizə. Baxın, 7 üstü 5 bölək 7 üstü 5. Bunu bir dəfə də kəsir formasında yazıram. 7 üstü 5-dən 7 üstü 5-i böləndə eləyir 7 üstü. 5-dən 5-i çıxanda 0. Burada da baxın, 7 üstü 5-i 7 üstü 5-ə böləndə 1. Dostlar, bunların ikisi də bir-birinə bərabər ifadə deyil. Ona görə hər şeyin üzəri 0 bizə 1-ə bərabərdir. Ondan sonra gəlin davam eləyək. Deyirəm ki, A üstü n üstü m. Burada qüvvətləri bir-birinə vurmaq lazımdır. Məsələn, deyirəm ki, 2 üstü 3 üstü 5. Bu sizə eləyəcək 2 üstü 3 dəfə 5, 15. Və yaxud da deyirəm ki, A vurulsun B üstü n. Siz bunu A üstü n, B üstü n kimi parçalaya bilərsiniz. Bu bizə daha çox tam cəbri ifadələrdə lazım olur. Məsələn, deyirəm ki, 15 üstü 2. Mən bunu 15-i 5 vuraq 3 kimi yaza bildiyim üçün 5 üstü 2 və 3 üstü 2 kimi yaza bilərəm. Eyni şeyi bölməyə də eləyə bilərəm, baxın. Məsələn, deyirəm ki, 20 üstü 5 bölək, 20 üstü 4 bölək, 5 üstü 4. Bir 20 üstü 4'ü vurduğuma mən yazacağım ki, 20 bölək 5 üstü 4. Bu da mən eləyəcək 4 üstü 4. Yəni 256-ya. Bir də dostlar, yadınızda saxlayın. Hər şeyin üzəri mənfi olduqda ifadə tərsinə dəyişir. A üstü mənfi 1 olduqda bu 1 bölünsün A-ya keçir. Və yaxud da A üstü mənfi n olduqda 1 bölünsün A üstü n-ə keçir. Məsələn, baxın, deyirəm ki, 3 üstü mənfi 1. 3 üstü mənfi 1 sizə 1 bölünsün 3 deməkdir. Və yaxud da 3-də 2 üstü məsələn mənfi 2 deyir. Dostlar, mənfiyə görə əksinə, tərsinə dəyişirsiniz. 2-ni yerində saxlayırsınız. Sonra kvadrata yüksəldirsiniz. Olur 9 bölək 4 formasında. Bundan sonra gəlin danışaq kök düsturlarından. Əslində kök düsturlarını biz kvadrat köklərdə daha dərindən izah eləyəsinik, amma balaca bir hissəsini gəlin danışaq. Baxın, məsələn, 2n-ci dərəcədən, yəni cüt dərəcədən a üstü 2n hər zaman bizə modulda çıxır. Modulda bayaq izah elədik. Amma tək dərəcədən nədirsə ədədin özü çıxır. Əsas hissələrindən gəlin danışaq. Baxın, əgər dərəcələr eynidirsə, kök altda b olduqda biz bunu bir kökün altına sala bilərik. Deyirəm ki, məsələn, kök altda 2 vuraq, kök altda 8. Biz bunu kök altda 16 kimi yaza bilərik. O da bizə 4-ə bərabər olar. Və yaxud da desəm ki, kök altda məsələn yəni ifadə yazaq, sonra misal yazaq. A bölək kök altda b. Biz bunu yenə bir kökün altında yaza bilərik. Məsələn, baxın, kök altda 20 bölək kök altda 5. Biz bunu kök altında 20 bölək 5 yazıb, yəni 4 kimi, ondan da 2 çıxarda bilərik. Və yaxud da belə bir şey olsam, n-ci dərəcədən kök altında a üstü m olsa, biz bunun hər ikisində eyni qüvvətə vura bilərik. Eyni ədədə, məsələn, n vuraq k, a üstü m vuraq k yaza bilərik. Məsələn, desəm ki, kök altında 2, bunu mən keçirmək istəsəm, atıram 6-cı dərəcəyi, vurmalıyam 3-ə də. 6-cı dərəcənin kök altında 2-nin üstündə 1 var, 1-i də 3-ə vuracam və bu formatda yazacağam. Və ən son, n-ci dərəcədən kök altında a üstü m-i, a üstü bu düşəcək məxrəcə, bu qalxacaq surətə. Deyirəm ki, məsələn, 3-cü dərəcədən kök altında 2 üstü 5. 2-ni yazıram, bu 3-ü salıram məxrəcə, bunu qaldırıram hara? Surətə. Bir də dostlar, burada proses nədən ibarətdir? Burada a mütləq 0-dan böyük bərabər olmalıdır. 2025-də noyabr-dekabr aylarında hansı ay idi? OTK-nın 9-cu sinif imtahanına düşmüşdü. 3 və mənfi uşaqların çox mənfi üstə götürmüşdü. Amma mənfi üstü kəsr qüvvətə baxılmır. Unutmayaq bunu. Və ən son danışıram ədədin standart şəklindən. Ədədin standart şəkli. Dostlar, ədədin standart şəkli, məsələn, a vurulsun
10 üstü n deyim də. Burada A bizə hər zaman 1 ilə 1 daxildir, 10 daxil olmayan ədədlər arasında yerləşməlidir. N mənfi də ola bilər, müsbət də ola bilər, amma tam ədəd olmalıdır. Baxın, məsələn, deyirəm ki, atıram 4876. Bu mənə standart şəkildə olan ədəd deyil. Çünki məndə standart şəkildə olan ədəd 1 ilə 10 arasında olmalıdır. Mən burada vergül atmalıyım. Halbuki vergül buradadır. 1, 2, 3. Əgər baxın, sola gedirsə, müsbət yazırıq. Sağa gedirsə, mənfi yazırıq. Burada baxın, 4 tam 1000-876, 10 üstü, 3 dənədir deyə müsbət 3 yazıram. Belə bir şey olsa, məsələn, 78, 9, vuraq 10 üstü, məsələn, mənfi 7 verir misalda sənə. Baxın, vergül nə etməlidir buradan? 2 vahid sürüşməlidir. 1, 2 vahid. Yazıram 2 tam 1789, vuraq 2 vahid sürüşdürdüm axı, 10 üstü 2. Amma 10 üstü mənfi 7-ni də unutmuruq. Bu da bizə toplanır, olur 10 üstü mənfi 5. Və yaxud da belə bir şey olsa. Belə bir şey verib bizə. Bunu bəs necə taparıq? Baxın, vergül 1, 2, 3, 4 vahid sürüşməlidir. 7 tam %36. Sağa sürüşəndə nə olurdu? 10 üstündə mənfi olurdu. Vuraq 10 üstü mənfi 4. Üzrəm, bura 10 unutmayaq. Bu da bizə nə eləyəcək? 10 üstü mənfi 14. Belə, hər kəsə uğurlar. Ümid edirəm, hər hansısa bir yerdə çətinliyiniz qalmadı. Əgər qalıbsa, WhatsApp üzərindən və yaxud da Telegram kanalımızdan əlaqə saxlaya bilərsiniz. Hər kəsə uğurlar. Görüşərik.